Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammedin və ali Muhammed. İslamda yaxşı işlərə dəvət və pis işlərdən çəkindirmə, İslam mənbələrində bu iki böyük ictimai vəzifədən danışan çoxlu hədislərdə cəmiyyətdə onları tərk etməyin acı nəticələri və təhlükəsi barədə söz açılır. Məsələn, İmam Baqir əleyhissalam buyurur, əmr-i biməruf və nəhy-əz-münkər peyğəmbərlərin yolu, salihlərin metodudur. Onlar iki böyük ilahi vəzifədir ki, digər vacib əməllər də onlara söykənir. Bu iki vəzifə vasitəsilə yollar təhlükəsiz, iş və qazanc halal, insanların hüququ təmin və onun sayəsində yerlər abad olur. Düşmənlərdən intiqam alınır və onların sayəsində bütün işlər öz yoluna düşür. Əmr-i biməruf və nəhy-əz-münkərin dönə-dönə tövsiyə olunmasının səbəbi budur ki, əslində digər fərdi və ictimai vəzifələri yerinə yetirmək bu iki böyük vəzifənin yerinə yetirilməsinə bağlıdır. Yaxşı işlərə dəvət və pis işlərdən çəkindirmək onların ruhu və canıdır. Əmr-i biməruf və nəhy-əz-münkər yerinə yetirilməzsə, bütün hökmlər və əxlaqi normalar öz dəyərini itirər. Hər vaxtınız xeyirli olsun, dəyərli Vilayət TV izləyiciləri. Hər birinizi şər'i suallara cavab verilişindən salamlayıram. Bildiyiniz kimi biz bu verilişdə siz dəyərli tamaşaçılardan gələn şər'i sualları oxuyub cavablandırırıq. Və bunun üçün studiyamıza dəyərli qonaq dəvət etmişik ki, fiqhi sahədə mütəxəssisdir. Siz də ekranda gördüyünüz WhatsApp nömrəsinə öz suallarınızı yazıb göndərin ki, biz də bu verilişlər vasitəsilə sizin suallarınıza cavab verək. Vaxt itirmədən studiyamızın dəyərli qonağını sizlərə təqdim etmək istəyirəm. Studiyamızın dəyərli qonağı Höccətül-İslam Ustad Zaman Zamanovdur. Hər vaxtınız xeyirli olsun. Ustad, xoş gəlmişsiniz. Aleykümselam və rəhmətullahi hüseyin. Çox sağ olun, çox təşəkkür edirəm sizə. Mən də öz növbəmdə sizi və dəyərli izləyicilərimizi buradan salamlayıram və bu gözəl məlumatı və oxuduğunuz gözəl hədisə görə də bir daha sizə təşəkkür edirəm. Çox sağ olun, Ustad. Biz də təşəkkür edirik və icazənizlə izləyicilərdən gələn sualları oxumaq istərdim. Sual olunur ki, hansı halda verdiyimiz hədiyyəni geri qaytara bilmərik? Əuzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Və sallallahu ala seyyidina Muhammedin və ala alihi tayyibinə tahirin. Gözəl və maraqlı suala görə dəyərli izləyicimizə əvvəlcədən təşəkkür edirəm. Baxın Hüseyin müəllim, ümumən əsl budur ki, verdiyimiz hədiyyəni qaytarmaq icazəlidir. Yəni bir nəfər bir tanımadığı bir şəxsə hədiyyə versə, məsələn, bir saat verib, hədiyyə verib, məsələn, telefon verib, ətir verib, fərq eləməz, hər hansı bir kitab verib, əşyanı hədiyyə veribsə, əsl budur ki, bunu qaytarmağının heç bir eybi yoxdur. Onlar icazəlidir, geçsə, tələb eləsə, qarşı tərəfdə verməlidir. Amma bu hökmdən bir neçə yer vardır ki, istisna olunub. Həmin yerdə gedib tələb eləməsi olmaz, icazəli deyildir. Tələb etməməlidir bunu. Tələb etsə də belə, qarşı tərəfin bunun tələbinə cavab verməsi, bunun hədiyyəsini geri qaytırması vacib deyil. Məsələn, o yerlərdən biri bundan ibarətdir ki, qürbət qəsdi ilə bir şəxs digər bir şəxsə hədiyyə verib, qürbət qəsdi ilə. Allaha xatir, Allaha yaxınlaşmaqdan ötəri, məsələn, mən götürüb sizə bir üzük hədiyyə etmişəm, telefon hədiyyə etmişəm. Amma qürbətini ilə Allah bu işi görmüşəm. Bu cür olduğu təqdirdə, Allahın razılığını qazanmaq üçün. Bu cür olduğu təqdirdə həmin burada icazəli deyil. Məsələn, bu qədər edə bilməz, getsin, məsələn, bu verdiyi hədiyyəni geri istəsin. Və hətta istəsə də belə, bu qarşı tərəfin, hədiyyəni alan şəxsin bunun tələbinə cavab verməsi, bunun hədiyyəsini geri qaytırması lazım deyil. Vacib deyil buna. Bu birinci yerimiz, yəni qürbət qəsdi ilə hədiyyəni verə. İkinci yer bundan ibarətdir ki, hədiyyə verən şəxs bu hədiyyəni öz yaxın qohumlarından birinə verə. Məsələn, qardaşına verə, bacısına verə, anasına verə, əmisi oğluna, dayısı oğluna, bibisi oğluna bu hədiyyəni verə. Yəni, yaxın qohumlarına. İstər qürbət qəsdi olsun, istərsə də qürbət qəsdi olmasın. Bu müstəqil bir şəkildə. Əgər hədiyyəni öz yaxın qohumlarından birinə vermişsənsə, edə bilməzsən, burada gedib hədiyyəni geri istəyəsən, tələb edəyəsən. İstəsə də belə bayaqlarda qeyd elədiyimiz kimi, qarşı tərəfin bunun tələbinə cavab verməsi vacibdir, vermirəm ki, günah da yazılmayacaq buna. Bu ikinci yer.
Üçüncü yer bundan ibarətdir ki, bu şəxs artıq bu hədiyyədə dəyişiklik edib. Məsələn, fərz edək ki, birinə bir hədiyyə vermişəm, ətir. Qürbət qəsdi var, yoxdur, fərq eləməz. Birinə bir hədiyyə vermişəm, qohumlarımdan da deyil. Və bu şəxs artıq bu hədiyyədən istifadə edib. 50%-ni məsələn istifadə edib bunu və 60%-ni istifadə edib. Bu cür olduğu təqdirdə də mən bunu edə bilmərəm, gedəm tələb edəm. Tələb etsəm də belə qarşı tərəfin mənim tələbimə cavab verməsi vacib deyildir. Bu üçüncü yer. Dördüncü yer bundan ibarətdir ki, bu şəxs verdiyi hədiyyənin müqabilində, əvəzində ayrı bir hədiyyə alıb, bir şey götürüb. İstər şərt olsun, istər olmasın. Məsələn, fərz elə ki, mən sizə saat vermişəm və siz də mənə bu saatın əvəzində, müqabilində ətir vermişsiniz, telefon vermişsiniz, üzük vermişsiniz, diqqət edirsiniz. Amma bunun əvəzindədir. Bu yerdə də mən edə bilmərəm sizdən gələm, öz hədiyyəmi geri alam. Çünki bunun qarşılığında mən nəsə almışam, qarşılığında da mənə bir hədiyyə verilib. Diqqət edirsiniz. İstər burada şərt olsun bu iki tərəf arasında, istər olmasın. Düzdür, bəzi alimlər buyururlar ki, şərtlə olduğu təqdirdə edə bilməz. Məsələn, mən sənə deyirəm ki, sənə saatımı verirəm, sən də mənə üzük ver. Və yaxud da ki, sən də mənə telefon ver, ətir ver. Şərtlə olub. Bəzi alimlər buyururlar ki, şərtlə olduğu təqdirdə edə bilməzlər, gedə məsələn tələb eləyə. Bəziləri də məsələn Ağastan buyurur ki, xeyr, şərtin olub olmaması lazım deyil. Şərt olmasa da belə bu şəxs edə bilməz, gedə qarşı tərəfdən verdiyi hədiyyəni tələb eləyə. Bu dördüncü yeri. Beşinci yerdə bundan ibarətdir ki, artıq hədiyyə alan şəxs bu hədiyyəni başqa bir şəxsin mülkünə ötürüb verib. Yəni bu hədiyyə artıq başqa bir şəxsin mülkünə daxil olub. Hədiyyə alan şəxsin mülkündə deyil. Məsələn, fərz edək ki, mən sizə bir telefonu hədiyyə etmişəm, siz də bu telefonu götürüb satmısınız. Və yaxud da ki, siz də bunu götürüb hədiyyə eləmişsiniz, artıq daxil olub başqa bir şəxsin mülkünə. Bu cür olduğu təqdirdə də mən edə bilmərəm, gələm sizdən telefonu tələb edəm. Tələb etsəm də belə sizin bu tələbə cavab verməniz vacib deyil. Belə cavab verməsəz də belə haram sizə yazılmayacaq. Bu 5 yerdə insan, bu şəxs, hədiyyə verən şəxs edə bilməz gedib hədiyyənisini tələb eləsin. Amma yerdə qalan yerlərdə edə bilər gedib hədiyyəsini tələb eləsin. O şəxs də bunun hədiyyəsini verməlidir. Məsələn, fərz edək ki, siz bu 5 yeri çıxmaq şərti ilə, qürbət qəsdi ilə sizə bir ətir vermişəm, qürbət qəsdi ilə verməmişəm, qohumlarımdan da, məsələn, yaxın qohumlarımdan da deyilsiniz. Siz, məsələn, bu hədiyyədə dəyişiklik etməmişsiniz, başqasının mülkünə, məsələn, göndər verməmişsiniz və bunların heç birisi olmadığı təqdirdə mən edə bilərəm öz verdiyim hədiyyəni rahat bir şəkildə sizdən tələb edib, siz də mənim hədiyyəmi verəsiniz bu şəkildə. Çox sağ olun, Ustad, dəyərli məlumatınız üçün. Növbəti sualı oxuyun. Növbəti sual belədir ki, heyvanın başını kəsdiyimiz zaman bizim də qibləyə durmağımız lazımdırmı? Xeyr, həmin bu zibh eləyən şəxs, heyvanın başını kəsən şəxs fərq eləməz, istər toyuq kəsən olsun, istər inək fərq eləməz, istər nəhər eləsin, məsələn, dəvəni. Bunu şəxsin, heyvanın özünün qibləyə durması lazımdır, heyvanın özünü qibləyə saxlamaq lazımdır, amma şəxsin özünün qibləyə durması lazım deyildir. Vacib deyil, şərt deyil. Yəni, dayanmasa da belə, heyvan qibləyə dayansa, özü məsələn, başqa bir tərəfə, özü başqa bir tərəfə dayansa, həmin kəsdiyi heyvan yerdə qalan şərtləri riayət eləsə, halaldır, istifadə etmək olar. Yəni, bunun əslində lazım da deyil, müstəhəb də deyil bunun məsələn qibləyə durması. Sadəcə olaraq heyvanın özünün qibləyə saxlasa, yerdə olan şərtlərdən də riayət eləsə, kifayət edəcək. Təşəkkür edirəm, Ustad, dəyərli məlumatınız üçün. İcazə növbəti sual oxuyum. Növbəti sual belədir ki, xanımlar sübh, məğrib və işa namazlarını qıldıqları zaman uca səslə qılmalıdırlarmı? Baxın, Hüseyin müəllim, gözəl suala görə dəyərli izləyicimizə təşəkkür edirəm. Bu məsələnin hökmü alimlər arasında müxtəlif görüşlər var. Bu məsələdə ayrı-ayrı hər bir müctəhidin öz rəyini qeyd eləmək istəyirəm bu hökm barəsində. Baxın, Sistan ağanın nəzərinə görə xanımlar zöhr və əsr namazını səssiz qılmalıdırlar. Bu, kişilər üçün də bu şəkildədir, qadınlarda da bu şəkildədir. Amma sübh namazı, məğrib və işa namazı, yəni şam və xiftə namazına gəldikdə isə, Ağastani buyurur ki, əgər naməhrəm bu xanımın səsini eşitməyəcəksə, bu halda ixtiyar sahibdir. Eləyə bilər uca səslə
həmin bu namazların qılsın, eləyə də bilər, asta səslə qılsın, ixtiyar sahibidir. Amma naməhrəm səsini eşidəcəksə və bu naməhrəmin bu xanımın səsini eşitməsi o yerlərdəndir ki, bunun səsini eşitmək haramdır. Bu cür olduğu təqdirdə xanımlar gərək ehtiyat vacibi əsasən asta səslə namazlarını oxusunlar, ehtiyat vacibi. Yəni sübh namazı, şam və məğrib namazlarını bu yerdə ehtiyat vacibi əsasən səssiz oxumalıdırlar. Amma Xamneyi ağanın nəzərinə gəldikdə isə, Xamneyi ağanın nəzərinə görə də zöhr və əsr namazı səssiz qılınmalıdır. Bu kişilər üçün də bu şəkildədir, xanımlar üçün də bu şəkildədir. Sübh namazı, şam və xiftə namazına, məğrib və işə namazlarına gəldikdə isə, ağa buyurur ki, əgər naməhrəm səsini eşitməyəcəksə bu xanımın, bu ixtiyar sahibidir. Eləyə bilər uca səslə qılsın, eləyə bilər asta səslə qılsın. Amma yox, naməhrəm bu xanımın səsini eşidəcəksə, bu halda yaxşıdır ki, xanım asta səslə namazını qılsın. Bu yerdə ağa buyurur ki, Sistan ağa bu yerdə buyurdu ki, ehtiyat vacibi əsasən, əgər o yerdən olsa ki, haramdır, bu yerdə Sistan ağa buyurdu ki, ehtiyat vacibi əsasən səssiz qılmalıdır. Amma Xamneyi ağa buyurur ki, gözəldir ki, xanım neynəsin, səsini burada aşağı salsın və bu namazları asta səslə qılsın. Kişilərə gəldikdə isə bu mövzuda burada bu məsələyə də toxunum ki, ola bilsin onların zehnində yaransın, kişilər nə şəkildə qılmalıdır. Kişilərə gəldikdə sübh, şam və məğrib namazlarını, məğrib və işə namazlarını uca səslə qılmalıdırlar kişilər. Zöhr və əsr namazlarını isə səssiz qılmalıdırlar bu şəkildə. Çox sağ olun, Ustad. Dəyərli məlumatınız üçün. Növbəti sualı oxuyum. Növbəti sualımız belədir ki, seyidlərə ayırıb qırağa qoyduğumuz sədəqələri vermək olarmı? Baxın, Hüseyin müəllim, əgər məqsədləri elə biləm ki, müstəhəb sədəqələrdir ki, ayrı bir qırağa qoyuruq, məsələn, hər hansı bir bəlanı uzaqlaşdırmaqdan ötəri. Mən müstəhəbdir sədəqə vermək. Əgər məqsədləri budursa, heç bir eybi yoxdur. Seyidlərə həmin o sədəqələri vermək olar, icazədir. Amma Sistan ağanın nəzərinə görə, əgər çox az olarsa bu sədəqənin miqdarı, məsələn, fərz eləyək ki, məsələn, 10 qəpik Sistan ağanın nəzərinə görə, əgər çox məbləği az olarsa, bu halda ehtiyatı vacib əsasən seyidlərə verilməsin. Çox miqdarı azdır deyənə bunların şənlərindən uyğun gəlmir. Amma çox olarsa, məsələn, fərz edək 4 manat, 5 manat, 1 manat, məsələn, fərz edək, əgər bu şəkildə olarsa, heç bir eybi yoxdur. İcazəli vermək olar, müstəhəb sədəqədə heç bir eybi yoxdur. Olar. Çox sağ olun, Ustad. Növbəti sualı oxuyum. Növbəti sual mənə bilirəm ən çox soruşan və aktual mövzulardan biridir. Sual olunur ki, valideynlərin qız uşaqları üçün yığdıqları cehizə xumus gəlirmi? Baxın, Hüseyin müəllim, buyurduğunuz kimi çox gözəl bir sualdır. Demək olar ki, insanların əksəriyyəti də bu şəkildə öz övladlarına cehizyə verirlər. Bu məsələni bölmək olar iki şəkilə. İki şəkildə yanaşmaq olar bu məsələyə. Birinci şəkil bundan ibarətdir ki, birinci qism bundan ibarətdir ki, bu valideynlərin məntəqəsində yaşadığı şəhərdə bu şəkildə övladlarına cehizyə yığmaq bu yol tanınmış bir yoldur. Yəni bu yoldan istifadə edirlər hamısı. Yəni il boyu məsələn 4 il, 5 il yavaş-yavaş cehiziyyəni məsələn yığırlar. Övladlarını yola saldıqda məsələn çətinliklə üzləşməsinlər. Çünki birdən indi bu işi görməsələr vaxtında verə bilməyəcəklər. Vaxtında məsələn boynubükük qalacaqlar. Birinci, həmin məntəqələrində bu şəkildən istifadə edirlər. İkinci də şərt bundan ibarətdir ki, əgər bu şəkildə etməsələr, qızlarına yavaş-yavaş cehizyə yığmasalar, vaxtında verə bilməyəcək, imkanları çatmayacaq. Bu cür olduğu təqdirdə heç bir eybi yoxdur, icazəlidir. Olar, xumusu da yoxdur. Xumus da gəlməyəcək bunlar. Bu birinci qism hökmü. İkinci qism bundan ibarətdir ki, xeyr, bunların məntəqəsində bu ata, ana, valideynlər ki, öz qızı üçün illərlə cehizyə yığırlar, bunların məntəqəsində bu şəkildə deyil. Öyle bir şəhərdədir ki, yəni çox bir cehizyə də verilmir məsələn. Verilsə də ki, bunların məntəqəsində bu şəkildə etmirlər. Bir, ikincisi də ki, bunun imkanı da var. Yəni istəsə, həmin o vaxt ki, məsələn, qızını köçürəcək, həmin vaxtda ala bilər, imkanı var. Bu cür olduğu təqdirdə bunun yavaş-yavaş cehizyə yığması icazəlidir, olar. Amma xumusunda gərək xumusunu verə.
Xumus ili gəlib çatdı. Həmin o cehiziyyələr ki var, yığıb, saxlayıb evində, Xumus ilində gəlir həmin o cehiziyyənin xumusunu versin. Təşəkkür edirik Üstad. Sizə və dəyərli izləyiciyə fasilədən sonra qaldığımız yerdən davam edərik inşallah. Dəyərli izləyicilər, fasiləyə ayrılırıq. Fasilədən sonra yenidən sizinləyik. Bizi izləməyə davam edin. Salamlayıram dəyərli izləyicilər. Xatırladım ki, Vilayət TV efirində yayımlanan şərhi suallara cavab verilişinə baxırsınız. Studiyamızın qonağı Hüccətülislam Ustad Zaman Zamanovdur. Ustad, qaldığımız yerdən davam edək, izləyicilərdən gələn sualları oxuyum. Bəzən səcdə etdiyimiz zaman saçımız mühürlə alnımızın arasında qalır. Bu halda səcdə düz sayılırmı? Ən çox suallar və bəlkə də cavabı bəzən səhv verilən belə deyək, suallardandır. Çox gözəl sualdır Hüseyin müəllim. Demək olar ki, buyurduğunuz kimi çox soruşulur və insanlar demək olar ki, çox rastlaşır bu məsələ ilə. Ki, xanımlar bəzən görsə çadraları, bəzən görsə hicabları, xüsusən də xanımlar, yaxud da ki, o ağalar ki, saçları uzundur, saçları görsə möhürlə alınların arasında qalır, bunlar nə etməlidirlər, bilmirlər. Məsələn, həmin o vaxtda da hökmləri zehinlərində olmur, bəzən tutulub qalırlar, namazlarını saxlayırlar və yaxud da ki, bilmirlər, o şəkildə davam edirlər ki, məsələn, bu namazın bəzi hallarda problemlə gəlib üzləşir. Ümumən bundan ibarətdir ki, bu məsələni əvvəlcədən bu şəkildə qeyd edeyim ki, həmin o dəqiqə bəzən namazı kəsməyə ehtiyac yoxdur. Bəzən görürsünüz ki, bu tük ki var bunun alnı ilə möhürün arasında qalıb, tam tutmayıb bunun alnını. Bir hissəsini tutub. Məsələn, yarısını tutub və yaxud da ki, 10%-ini tutub. Elə bilir ki, tamam da bir dənə də tük mənim alnımla möhür arasında qaldı, tamam, xeyr, bu şəkildə deyil. Və yaxud da ki, xanımdır, görürsünüz, səcdə edir möhürə, çadrasının bir hissəsi qalıb möhürlə bunun alnının arasında. Ehtiyac yoxdur bu çadrasını çıxartsın və yaxud da ki, ehtiyac yoxdur namazını saxlasın. Bu şəkildə davam edəcək kifayətdir. Bir miqdar alnımız möhürə toxunsa, məsələn, bir barmağın bir həlqəsi boyda möhürdə olsa kifayətdir. Fərz edək ki, mən bir möhür götürmüşəm, alnımı möhürə qoyanda saçımın bir hissəsi qaldı möhürlə alnımın arasında. Eyb yoxdur, yerdə qalan hissəsi kifayət edir. Əgər bir baş barmağımın həlqəsi boyda olsa kifayətdir. Lazım deyil, məsələn, tam alnım möhürdə qərar tapsın. Həmin bir hissəsi qalsa kifayət, əvvəlcədən bunu qeyd eləmək istəyirdim. Yox, əgər fərz eləsək ki, bir nəfər deyər ki, yox, bəzən görürsünüz ki, möhürlə mənim alnımın arasında hicab tamam bir maniyə olur. Tamam bir şəkildə tutur. Və yaxud da ki, saçım tam bir şəkildə alnımla möhürün arasında bir maniyə yaradır. Bu şəkildə mən neyniyim? Baxın, bu şəkildə alnı qaldırmaq olmaz. Alnı səcdəyə getdikdən sonra möhürdən qaldırmaq icazədir. İstər zikir deyilən halda olsun, istər zikrə başlamamışdan əvvəl olsun. Alnı möhürdən qaldırmaq icazəlidir. Bu şəkildə əgər alnını sağa, sola, yuxarı, aşağı tərpətməklə, əgər bu çadranı, hicabı və yaxud da ki, tükü aradan qaldıra bilirsə, bu maniyəni eləsin. Əgər yox, maniyəni o şəkildə qaldıra bilmirsə və zikri deməyə nə qədər ki başlamayıb, onda əli ilə həmin bu çadranı və yaxud da ki, tükü dartıb alnını möhürdən qaldırmadan həmin bu tükü və yaxud da ki, çadranı qaldırıb çəksin, maniyənsin. Bu maniyəni aradan aparsın və o şəkildə səcdəsini yerinə yetirsin. Yəni, lazım deyil, birbaşa biz gedək namazımızı kəsək. Bu yerdə, məsələn, Mütəallahın xüsusi hökmləri var, xüsusi, məsələn, məsumlar vasitəsindən bizə bu yerlərin hökmlərini bizə çatdırıblar. Gərəkdir ki, soruşula əvvəlcədən. Yəni, bu müşkillərlə üzləşən insanlara tövsiyəmiz budur ki, bu problemlərlə üzləşməmiş soruşsunlar və qeyd eləsinlər ki, namaz əsnasında, çünki bu imkan olmur. Çünki eləyə bilməsən namazı saxlayasan, gedəsən birindən soruşasan və yaxud da kitaba baxasan. Əvvəlcədən bunların hökmlərini soruşsalar ki, nömrəmizdə qeyd olunub burada WhatsApp nömrəsi, hər nə çətinlikləri varsa bizə yazsınlar. Bildiyimizi cavab verərik, bilmədiyimizi də inşallah baxıb həmin bu dəyərli izləyicilərimizin xidmətində olarıq. Ustad, siz ki buyurdunuz alnı möhrə qoyduqdan sonra əgər tük və ya da çadıra ki, alnına möhür arasında fasilə yaradarsa, alnı möhürdən qaldırmaq olmaz. Əgər qaldırarsa, ikinci səcdə hesab olunur və namaz batır. Əslən, qaldırması icazəli deyil. Hökm budur ki, sən ki, alnını möhürə qoydun, tamam. Gərək zikri deyəsən. Bu da hələ zikrə başlamayıb. Çünki zikri deyə bilmir. Niyə deyə bilmir? Çünki maniyə var. Səcdəni yerinə yetirə bilməyib. Artıq bir dəfədə səcdəni yerinə alnını qoyub.
Bu artıq bir dəfə qaldırsa, ikinci dəfə səcdənin zikrini deyə bilmir. Səcdənin zikrini deməmiş, əmdən, bilərəkdən tərk eləmiş olur. Ona görə də gərək bu maneə qalxa ki, bu səcdənin zikrini deyə, səcdənin zikrini dedikdən sonra kamil şəkildə səcdəni yerinə. Bu kamil şəkildə səcdəni yerinə yetirməyib. Alnını qaldıra da bilmir, çünki zikri deməyib. Zikri də deyə bilmir, çünki maneə var. Ona görə bu halda bu dediyim hökmləri yerinə yetirməlidir ki, tam bir şəkildə səcdə yerinə yetirsin. Təşəkkür edir Üstad, dəyərli məlumatınız üçün. Növbəti sualı oxuyayım. Sual olunur ki, bu da elə ən çox soruşulan suallardandır. Sual olunur ki, öz qəza namaz və orucum olduğu halda başqasının namaz və orucunu icarə götürə bilərəmmi? Yəni, başqasının oruc və namazını yerinə yetirə bilərəmmi? Baxın, Hüseyin müəllim, gözəl bir suala toxundunuz. Bu məsələnin bir neçə yöndən bəhs eləmək olar. Birincisi bundan ibarətdir ki, bu şəxsin öz namazı, qəza namazı, qəza orucu var. İstəyir getsin, məsələn, isticari namaz, oruc götürsün ayrı bir şəxsin namazın, orucun pulun müqabilində. Və yaxud da ki, ikinci qismət bundan ibarətdir ki, xeyr, əslən pulun müqabilində götürmür. Gedir, məsələn, dostudur, tanışıdır, qohumudur, istəyir, məsələn, onun qəza namazlarını, oruclarını yerinə etsin. Hər iki halda heç bir eybi yoxdur. Bu şəxsə icazəlidir ki, geçsin. Hətta qəza namazı olduğu təqdirdə, qəza orucu olduğu təqdirdə istər isticari namaz götürsün, istərsə də ki, yox. Məsələn, pulun müqabilində götürmür. Məsələn, ayrı bir xidmət olsun deyənə bir mömindir, vəfat edib, vaxtında namaz qılmayıb, ürəyi yanır ona ki, qiyamət günü, məsələn, cavab verə bilməz, sual cavabı ağır olur. Dünyadan köçməmiş istəyir bir xeyir bir iş görsün mömin üçün. Burada da heç bir eyb yoxdur. Pul olmadığı təqdirdə də eləyə bilər həmin o namazları, orucları yerinə yetirsin. Amma bir məsələyə toxunmaq istəyirəm. O da bundan ibarətdir ki, müstəhəbbi oruc tuta bilməz bu şəxs. Yəni, o zaman ki, bu şəxsin boynunda qəza orucu var, vacib qəza orucu var, bu şəxs eləyə bilməz, geçsin müstəhəb oruç tutsun. Məsələn, Rəcəb ayında, Şaban ayında və digər günlərdəki oruç tutmaq müstəhəbdir. Həmin o günlərdə müstəhəbbi oruç tuta bilməz. Eləyə bilər, qəza orucundan tutsun. Qəza orucunu tutduğu təqdirdə həm qəza orucundan hesablanacaq, həm də həmin günün savabı yazılacaq buna. Amma müstəhəbbi oruc niyyəti ilə gəlsin, bir müstəqil ünvanla məsələn gəlsin, desin ki, mən müstəhəbbi oruç tuturam, xeyr, bunu etməsi icazəli deyil. Amma qəza namazları olduğu təqdirdə bu şəxs eləyə bilər, müstəhəb namaz qılsın. Bu şəkildə. Çox sağ olun, Üstad, dəyərli məlumatınız üçün. Növbəti sualı oxuyum. Sual olunur ki, fiqhi kitablarda qeyd olunub ki, çox şək edən öz şəkkinə etina etməsin. Bu nə deməkdir? Etina eləməsin deyikdə nə nəzərdə tutulur? Çox gözəl bir sualdır Hüseyin müəllim. Etina etməsin dedikdə bu nəzərdə tutulur ki, hansı tərəf bunun xeyrinə də o tərəfi götürsün. Məsələn, fərz eləyək ki, bu şəxs gəldi, namazın rukusunda şək elədi. Mən rukunu yerinə yetirmişəm ya yox. Rukunu yerinə yetirmişəm, amma keçməyib, məhəlli keçməyib. Səcdəyə daxil olmayıb. Hələ rukudadır, məsələn, ruku halındadır. Və yaxud da ki, durub ayağa bilmir, şək edir, umman bilmir. Rukunu yerinə yetirmişəm ya yox. Və yaxud da ki, səcdənin birini yerinə yetirmişəm ya yox. İkisini yerinə yetirmişəm. Və yaxud da ki, 2 dənə səcdəni yerinə yetirmişəm ya yox. Umman şək eləyir. Bu cür olduğu təqdirdə adi adam olsaydı, gərəkdir ki, hələ məhəllə keçməmiş, yeri keçməmiş. Gərək rukunu yerinə yetirəydi. Amma çox şək eləyənə deyirlər ki, lazım deyil. Yəni, şəkkinə etina eləməsin, yəni nə? Yəni, bənanı ona qoysun ki, özünü o şəkildə, məsələn üçün, rəftar eləsin ki, mən rukunu yerinə yetirmişəm. Ayrı adam qeyd elədiyim kimi olsaydı, gərək yerinə yetirəydi. Amma buna lazım deyil. Və yaxud da ki, səcdədə şək gedir ki, mən səcdəni yerinə yetirmişəm ya yox. Bilmir. Və yaxud da ki, bir dənə səcdəni yerinə yetirmişəm ya yox. Bu cür olduğu təqdirdə bu şəxsə lazım deyil. Adli adam olsaydı, gərək ki, yerinə yetirəydi. Gərək ikinci səcdəni də gətirəydi yerinə. Amma bu çox şək eləyən kəsir o şəkkə lazım deyil. O şəkildə rəftar eləyəcək ki, mən 2 dənə səcdəni ikisini də yerinə yetirmişəm. Və yaxud da ki, ayrı bir misal vuraq. Şək eləyir ki, sübh namazını 2 rükət qıldım, 3 rükət. Qalıb heyrətdədir. 2 rükətlə 3 rükət arasında şək edir. Bu halda 3 rükət ki, məsələn, bunun xeyrinə deyil. 3 rükət sübh namazını bənanı qoysa, bunun namazı batıl olur. 3 rükət deyil. O şəkildə bənanı qoyacaq və o şəkildə rəftar eləyəcək ki, mən 2 rükət qılmışam və bu şəkildə də namazı... Bu məsələdə çox şək eləyən insan aid. Yəni, hər insan, məsələn, cüzi şək elədi, buna demək olmaz ki, hər bir
ayrı bir kəsir şək olmayan insan, yəni çox şək etməyən insanın özünün ayrıca hökmləri var. Rukuda, səcdədə, namazların rukularının sayında. Amma kəsir şəkkin dəyərli izləyicimiz də qeyd elədiyi kimi etina etməməlidir öz şəkkinə. Yəni etina etməməlidir də. Yəni burada məqsəd budur ki, öz faydasına olan tərəfi götürəcək. Öz faydasına burada hansıdır? 3 rükəti götürəcək faydasına deyil. Çünki namazı ümumən 2 rükətdir. 3 rükəti götürsə bunun faydasına deyil. Bunun faydasına olan tərəf hansıdır? 2 rükət götürmək. Onda 2 rükəti götürəcək və namazın davam edəcək. Və yaxud da ki, şək edirəm, rukunu yerinə yetirmişəm ya yerinə yetirməmişəm. Bunun faydasına olan tərəf hansıdır? Yerinə yetirmişəm. O tərəfi götürəcək və davam edəcək bu şəkildə. Təşəkkür edirəm Üstad sizə və dəyərli izləyiciyə. Növbəti sualı oxuyum. Növbəti sual belədir. Xumsun vermədiyimiz pulla aldığımız paltarı geyinə bilərikmi? Baxın Hüseyn müəllim, Xamneyi ağanın nəzərinə görə ki, ümumən xumus həmin bu paltara gəlməz, pula gəlməz. Diqqət edirsin, mən deyim, saxlayın pulu, xumus gəlsin pula yox. Xumus Xamneyi ağanın nəzərinə görə insanın boynuna gəlir, yəni borc kimidir. Deyir ki, sən borclusan xumusa. Bu cür olduğu təqdirdə bu pulum ki var, bu pula xumus gəlməyib. Və nəticədə bu pul xumuslu pul deyil. Mən borcluyam xumusa. Hər vaxt aparıb xumusumu verməliyəm. Gecikdirməm icazəlidir. Amma bu pula xumus gəlməyib. Bəzi alimlərin nəzərinə görə xumus o həmin məsələn əşyaya gələr. Paltarı saxlasan paltara gələr. Məsələn və yaxud da ki, pulu saxlasan pula gələr. Amma bəzi alimlərin nəzərinə görə də xeyr, eynə gəlməz, yəni bir əşyaya gəlməz xumus. Yəni gələr bu şəxsin boynuna, həm mükəlləfin boynuna, yəni borcludur bu şəxs xumusa. Bu cür olduğu təqdirdə Xamneyi ağanın nəzərinə görə bu pula xumus gəlməyib. Bu pul xumuslu pul deyil. Mənim borcum var xumusa. Və nəticədə mənim bu pulla gedib paltar almağımın heç bir eybi yoxdur. Öz pulumdur, getdim paltar aldım və paltarda geyməyim olar icazəlidir. Çünki xumusa borcluyam, mən gedib verməliyəm. Haqdır boynunda. Amma Sistani ağanın nəzərinə görə isə bu məsələni bu şəkildə həll eləmək olar. Çox vaxt insanlar kulliyun fi zimmə bir ibarə var fiqdə bu şəkildə alver olunur. Məsələn, mən gedirəm bazara, deyirəm o köynəyi ver mənə və yaxud da ki, o şalvarı ver mənə. Məsələn, o pencəyi ver mənə. Aldıqdan sonra cibimdəki pulu çıxardıb verirəm. Öz boynuma aldıqdan sonra ki, oluram buna borclu, sonra bu xumusa fərz edək ki, xumuslu puldur. Bundan götürüb verirəm. Bu cür olduğu təqdirdə heç bir eybi yoxdur. Həmin o paltardan üçün demək olar ki, 100% alverlər, 100 də deməsə 99% alverlər bu şəkildədir. Aldıqdan sonra pulu verirsən, cibindən çıxarırsan. Bu cür olduğu təqdirdə heç bir eybi yoxdur. Həmin o paltardan istifadə etmək olar, icazəlidir. Amma xumusa borcludur bu şəxs gərəkədə öz borcunu əda edir bu şəkildə. Çox sağ olun Ustad. Təşəkkür edirik dəyərli izləyicilərimizə və sizə. Dəvətimizi qəbul edib gəldiyiniz üçün təəssüf ki, vaxtımız burada sona yetdi. İnşallah növbəti verilişdə görüşmək ümidi ilə. İnşallah. Dəyərli izləyicilər, bizə ayrılan vaxt burada sona çatdı. Yeni verilişdə görüşmək ümidi ilə sağ olun, sağlam qalın.